studiyamızın qonağı siyasi şərhçi Murad Sadətdinovla danışacağıq. Murad bəy, bayramınız mübarək olsun, xoş Sizin gəldiniz. də bayramınız mübarək olsun. Mən də bütün Azərbaycan xalqını təbrik eləmək istəyirəm. Zəfərin mübarək Azərbaycan. Təşəkkürlər. Murad bəy, açıqlamaları, deyilən fikirləri, hansı ki liderlər bunları paradda səsləndirdilər, az sonra müzakirə edəcəyik, amma onu da hiss edirəm ki, siz hərbiçi olmasanız da nümayiş etdirilən hərbi texnika ilə bağlı, xüsusən də qırıcı təyyarələrlə bağlı daha çox danışmaq istəyirsiniz və bu məqamda deyəcək sözləriniz var. F-16'lar uçdu, JF-17'lər uçdu, sonra Akıncı'nın biz uçuşunun şahidi olduq, təlim təyyarələrinin uçuşunun şahid olduq. Bəlkə bəzilərini unutdum. İrəliyən dəqiqələrdə yenidən xatırladarıq. Buyurun, təəssüratlarınızı Çalışaram mən xatırlayım. Əlbəttə ki, bizim tamaşaçılar bizi dinləyirlər. Bu günləri Bakıda yəqin küçədə elə bir adam yox idi ki, başını qaldırıb yuxarıdan qürur hissi ilə Azərbaycan Hava Qüvvələrinin təyyarələrinə tamaşa eləsin. O cümlədən də bizim qardaş dövlətlərimizin Türkiyə və Pakistan hərbi hava qüvvələrinə məxsus olan təyyarələrə, bəli, çox möhtəşəm parad idi. Bu bizim ikinci paradımız idi Bakıda və bir dənə də paradımız 2023-cü ildə Xankəndə olmuşdu. Təbii. Bəli. Amma bu paradımızın bir dənə maraqlı tərəfi ondan ibarətdir ki, Cənab Prezidentimizin yanında onun iki qardaşı, Türkiyə prezidenti və Pakistanın baş naziri dayanmışdılar və onlar da ürək sözlərini dedilər, çox xoş sözlər dedilər. O cümlədən mən qeyd eləmək istəyirəm ki, Pakistanın baş naziri dedi ki, 44 gün müharibə vaxtı biz Azərbaycanın yanındayıq və büyündən sonra əbədi olaraq Azərbaycanın yanında olacağıq. Və mən bu fikrə toxunacağım biraz geç. Yəni, Pakistan nə deməkdir? Hərbi cəhətdən bu ölkənin əhəmiyyəti nə deməkdən ibarətdir? Amma gəlin qaydaq hərbi hava qüvvələrinə. Bəli, çox maraqlı idi. Siz toxundunuz. Birinci Akıncı. Yadınızdadırsa 3 il bundan əvvəl Akıncı ilk dəfə Azərbaycana gələndə həm də rekord vurmuşdu. Bu Türkiyədən özü uça-uça gəlib çatmışdı Bakıya və o zaman Azərbaycan heyəti Türkiyə yollanmışdı. Həmən o Akıncıda istifadə eləmək qaydalarını öyrənmişlər. Artıq bu günləri paradda istifadə olunan Akıncının operatorları bizim Azərbaycan hərbiçiləridir. Yeri gəlmişkən, hazırda ekranın bir hissəsində izlədiyimiz bax bu görüntü Akıncıdan əldə edilən görüntüdür. Bəli, bəli. Bundan əlavə biz məşhur Türk F-16'ların gördük. Azərbaycan xalqı F-16'lar müharibə dövründə də xatırlayırsınızsa. Bəli, F-16'lar Bakıda yerləşdirilmişdi, amma ona istifadə olunmamışdı. Təbii ki. Bəli. Amma onların uçuşunu yadınıza salın, 3 il bundan əvvəl Bakı səmasında Türk yıldızları hansı gözəlliyi bizə bağışlamışdılar. Onlar hamısı yadımızdadır. Türkiyənin F-16'lar, 100'ə yaxın F-16 var Türkiyə hərbi hava qüvvələrində və onların bir çoxları modernləşmiş təyyarələrdir. Bu günləri hətta Azərbaycan pilotları var, o təyyarələrdə uçuşa bacarığına nail olublar. Və Türkiyə Hava Qüvvələri Azərbaycan üçün çox vacibdir. Ona görə ki, Azərbaycan pilotları daim olaraq onlarla birgə təlimlərdə iştirak edirlər. Biz ilk dəfə olaraq qardaş Pakistan ölkəsinə məxsus olan JF-17 təyyarələrini gördük və bu təyyarələrlə bağlı bildirmək lazımdır ki, artıq Azərbaycan kontrakt da imzalayıb, Azərbaycana artıq daxil olublar bu təyyarələr. Bizim hərbi hava qüvvələrimizdə olacaq. Çox maraqlı məqam ondan ibarətdir ki, Pakistan baş naziri də bunu qeyd elədi. Bu yaxınlarda bilirsiniz ki, Hindistanla Pakistan arasında hərbi münaqişə olmuşdu və o münaqişə vaxtı hərbi hava qüvvələrindən istifadə olunurdu. Və demək olar ki, Pakistanın məhz bu təyyarələri kifayət qədər Hindistana zərbələr endirmişdilər və hava döyüşlərində absolut qalib olmuşdular. Yəni, bu sadət bir təyyarə deyil, bu 4-cü nəsil təyyarədir. Hətta 4-cü nəsil plus təyyarəsidir. Həddindən artıq modernləşmiş, onda kifayət qədər kita istehsalı olan yüksək deməli döyüş qabiliyyətinə malik olan radarlar, raketlər istifadə olunur. Mən hesab edirəm ki, bu təyyarələr Azərbaycanın hərbi arsenalında olması kifayət qədər Azərbaycan hava qüvvələrini gücləndirir. İlk dəfə olaraq biz Azərbaycan hava məkanında gördük hərbi nəqliyyat təyyarələrini. Bilirsiniz, 3 dənə təyyarənin uçuşunu gördük. Biri İl-76, hamısı məlumdur, amma onun sağında və solunda
bu yaxınlarda İtalyadan Azərbaycan almış yeni hərbi nəqliyyat təyyarəsidir. Bu da çox vacibdir Azərbaycan hərbi qüvvələri üçün. Ona görə ki, operativ olaraq lazım olan istər canlı qüvvəni, istər texnikanı, istər ölkə ərazisində, istər ölkədən kənarda gətirilməsi üçün, yaparılması üçün lazımdır. Biz Azərbaycanın müasir, deməli, artıq müasir, modelləşmiş yeni Su-25 təyyarələrini gördük. Laçın Su-25 ML. Bəli. O Laçın ML təyyarələri Türkiyədə birləşiblər. Türkiyənin bu sahədə olan hərbi hava qüvvələrinin məxsus olan radar kompleksləri, gecə görmə kompleksləri və s. hamısı o təyyarəyə tətbiq olunub. Və bu baxımdan o Su-25 də adlansa, amma demək olar ki, kifayət qədər 4 plus da demək olar. Sizin təbirinizcə isə Su-25 plus. 4 plus deyək. Bəli. Biz bunları gördük. Hesab edirəm ki, Azərbaycan kimi ölkədə region üçün bu kifayət qədər güclü hərbi hava qüvvələridir və bu günləri bizim regionda mən deyərdim ki, ətrafda Cənubi Qafqazda belə bir hərbi qüvvələr yoxdur. Hətta Cənubi İranı götürsə, İranın da bu cürə hərbi təyyarələri məxsus deyil. Bu baxımdan bu Azərbaycanın hərbi hava qüvvələrinin kifayət qədər güclü olduğunu bir daha sübut edir. Bu arada siz bayaq Pakistanın baş naziri Şahbaz Şərifin adını çəkdiniz. Şahbaz Şərifin Azərbaycan, Türkiyə və Pakistan dostluğu ilə bağlı bir çıxışı var idi bu paradda. Gəlin birgə tamaşa edək, sonra elə bu detaldan başlayıb müzakirəyə start verərik. Torpaqların azadlığı uğrunda mübarizədə Pakistan Azərbaycanın yanında qaya kimi dayandı və bundan sonra da belə olacaq. Azərbaycan, Türkiyə və Pakistan üç qardaş ölkədir. Bugün ürəyim fərəh hissi ilə dolur, çünki güclü Azərbaycan görürəm və Bakıda J-17 qırıcılarının səsinə qərq olan səmanı seyr etmək qürurlu görüntüdür. Təbii ki, bu J-17-lərdən danışdıq. Siz bayaq bir istat gətirdiniz Şahbaz Şərifdən ki, Vətən müharibəsi dövründə Pakistan Azərbaycanın yanındaydı. Özdə Şahbaz Şərif bu cür ifadə etdi ki, qaya kimi Azərbaycanın yanında dayanmışdıq. Təbii ki, Azərbaycan ordusu, ümumiyyətlə Azərbaycan illər ərzində iqtisadiyyatını inkişaf etdirmişdi, ordumuz inkişaf etmişdi. Bizim orada maddi baxımdan heç bir şeyə ehtiyacımız yox idi. Hərbçi baxımından heç bir problemimiz yox idi. Bizim sadəcə olsa mənəvi dəstəyə ehtiyacımız var idi. Bunu da Pakistan, Türkiyə və digər dost ölkələr yanaşmaları ilə bizim yanımızda olduqlarını göstərdilər. Bundan sonraki mərhələdə, baxın, bu üçlü mesaj böyük bir mesaj idi bütün dünya üçün. Gələcəyimizi necə görürsünüz münasibətlərin inkişaf etdirilməsi baxımından? Bilirsiniz, bu günləri cənab prezident də çıxışında qeyd elədi ki, 44 günlük müharibə vaxtı Türkiyə bizim yanımızda olub, mənəvi dəstək verir və Türkiyənin o dəstək fikirləri ki, Azərbaycan tək deyil, onun yanında Türkiyə kimi qardaş dövlət var. O zaman kifayət qədər ciddi mesaj idi dünyada olan bəzi qüvvələr üçün. Və hesab edirəm ki, bugünkü paradda da bu üç dövlət rəhbərinin yanbayan, üç qardaş, bundan əvvəl də biz Xankəndidə də bu dostluğun, qardaşlığın nümunəsini görmüşdük və bu günləri isə paradda məhz Türkiyə Silahlı Qüvvələri, Pakistan Silahlı Qüvvələrinin iştirakı ilə bərabər prezidentlərin, baş nazirinin çıxışını eşitdik və mən müəyyən dəqiqliklə izah eləmək istəyirəm bir neçə məsələni. Bilirsiniz, gəlin baxaq, bu günləri Pakistan ordusu 650 minlik orduya malikdir. Bunun ehtiyatda olan qüvvələr də hardasa 500 mindir. Yəni 1 milyon 150 minlik ordusu olan Pakistan yeganə müsəlman ölkəsidir ki, nüvə silahına malikdir və nəinki nüvə silahına malikdir və o nüvə silahını 5000, 6000 kilometrə daşımaq imkanı olan balistik raketlərə də malikdir. Bu çox ciddi faktordur dünya siyasətində. Türkiyəni götürək, Türkiyənin də silahlı qüvvələrini götürsək, hardasa ehtiyatla bir yerdə 1 milyona yaxın çıxır
və ümumiyyətlə NATO silahlı qüvvələrindən danışanda hər zaman deyirlər ki, Türkiyə NATOda ikinci quru qoşunlar üzrə dövlətdir. NATO'nun özünü götürəndə, məsələn, NATO'nun hərbi büdcəsi 1 trilyon yarımdır. Nümunə üçün deyim ki, Rusiyanın hərbi büdcəsi müharibədən əvvəl 200 milyard idi. Çin kimi dövlətin hərbi büdcəsi 500 milyard, 550 milyarddır. Amma NATO'nun hərbi büdcəsi 1 trilyon yarımdır. Və onun ikinci quru qoşunlar üzrə dövləti Türkiyədir. Və Azərbaycanı da götürsə, bu günlərin rəsmi rəqəmlərlə 70 min silahlı qüvvələr deyirlər. Amma ehtiyatda olanları da götürsə 300 min. İndi bu rəqəmlərin hamısını birləşdirəndə baxın, hansı gücdən söhbət gedir. Və bu gücün qabağında dünyada istənilən qüvvə, istənilən güc varmı ki, bizim regionda əvvəlki o müxtəlif konfliktləri yaratmaqla Azərbaycan maraqlarına zidd olaraq siyasəti keçidə bilsinlər. Mən əminəm ki, nəinki yoxdur, heç gələcəkdə də olmayacaq. Bilirsiniz, yaxşı bir söz var. Əgər sülh istəyirsənsə, müharibəyə hazırlaşmalısan. Bugünkü parad, bu mesaj, bu o demək deyil ki, Azərbaycan hansısa bir hərbi cəhətdən maraqları var başqa dövlətlərin ərazilərinə və s. Xeyr. Bizim məqsədimiz bir dənədir və bunu hər zaman demişik ki, öz torpaqlarımızı azad etmək, biz buna nail olmuşuq, suverenimizi təmin eləmək. Hətta bu yaxınlarda mətbuatda da yayıldı. Amerika Birləşmiş Ştatlarında Ağ Evdə cənab prezidentimizlə Amerika prezidentinin arasında balaca bir diyaloq olmuşdu. Amerika prezidenti demişdi ki, siz belə güclüydünüz. O 44 günlük müharibədən sonra niyə dayanmadınız, niyə dayda qabağa getmədiniz? Cənab prezident çox gözəl dedi. Biz deyir, bizdən aldıqlarını qaytardıq. Yəni bizim heç kəsin torpaqlarında, heç kəsin ərazisində marağımız yoxdur. Amma bizim torpağımızda kimin gözü olacaqsa, kimin hansısa məqsədlər, əyri məqsədlərlə marağı olacaqsa, onlar cavablarını alacaqlar. Və bugünkü gün parad məhz o qüvvələrədir ki, baxın, görün. Mən sizə deyim, bizim regionda Türkiyənin çıxmaq şərti ilə belə bir paradı keçirməyə qadir ölkə ikinci mən tanımıram. İstər Rusiya bu günlər bu paradı keçirdə bilməz, istər başqa ölkələr, İran və s. Bax, bu cavabdır bütün o qüvvələrə. Dəmir yumruq yenindədir, necə deyərlər. Belə, deməli, bu həm də Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Təbii ki, bu qələbələr, bu zəfər, bu gözəl görüntülər. Şahbaz Şərif bu mövzuya da toxundu. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti istiqamətində fikir səsləndirdi. My dear brother President Ilham Aliyev, Əziz qardaşım Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycanlı qardaşlarım tarixin çağırışına qalxdılar. Bütün dünya Azərbaycanın şanlı silahlı qüvvələrinin öz əzəli torpaqlarını azad etməsinin şahidi oldu. Laçın, Şuşa, Xankəndi, bütün digər işğaldan azad olunmuş yerlərdə yenidən qurma işlərinin tətbiqi fenomenal xarakter daşıyır. stood like a rock with its Yeri gəlmişkən, Pakistanın baş naziri Şahbaz Şərif JF-17 təyyarələri ilə bağlı danışıb. Deyir, JF-17 qırıcılarının səsinə qərq olan Bakı səmasını seyr etmək qürur vericidir. Əlbəttə ki, bilirsiniz, qardaşlıq, dostluq bu başqa şeydir. Həm də bizə mənəvi dəstək olanda onlar bilirdilər ki, biz haqq işini görürük, biz nahaq işini görmürük. Ona görə onlar da hər zaman bizim yanımızdadılar və bizim hər bir sevincimizə, bugünkü bayramımızda da iştirak edirlər və buna sevinirlər. Bundan əvvəl Türkiyə prezidenti gözəl sözlər işlətdi ki, biz Azərbaycanın yanında, Azərbaycana daimi dəstək olmuşuq və bu günlərdə biz görürük Azərbaycan Qarabağda hansı bərpa işlər görür, hansı templərlə bu işlər görülür. Və çox gözəl fikirlər söylədi ki, bu günləri Azərbaycan məhz sülhlə bağlı böyük işlər görür regionda və Türkiyədə hər zaman buna dəstək olacaq. Ona görə mən hesab edirəm ki, bizim işimiz haqq olduğuna görə, bizim işimiz beynəlxalq qanunvericiyə cavab verdiyinə görə, ona görə hər bir haqqı, ədaləti müdafiə edən dövlət başçısı həmişə bizim yanımızda olacaq və bizim sevincimizə öz sevincini qatacaq. Murad bəy, çox sağ olun. Dəvətimizi qəbul etdiniz. Minnətdarıq sizə. Təşəkkürlər. Siyasi şərhçi Murad Sadətdinovla danışdıq.